Salam, axşamınız xeyir olsun. Bugünkü təlimimiz idarəetmə və maliyyə savadlılığı olacaq. İdarəetmə və maliyyə savadlılığında bizə nə problem var, onu həll edəcəyik. İlk olaraq, niyə işləyirəm, amma əlimdə pul qalmır kimi sualın cavabını axtaracağıq. Bu bütün kiçik bizneslərdə, böyük bizneslərdə üzləşdiyi bir problemdir ki, mən işləyirəm, əziyyət çəkirəm, amma heç bir qazanc əldə eləmirəm. Bunun səbəbi odur ki, insanlar öz biznesləri ilə şəxsi xərclərini ayırırlar. Bunu unutmamaq lazımdır ki, biznesin pulu biznesindir. Yəni sən öz biznesində çalışmalısan ki, qazandığın pulu biznesə xərcləyəsən. Bunu soruşa bilərsiniz ki, necə? Mən biznesim var, pul xərcləyirəm, xərc çəkirəm ki, o pulu xərcləyim. Bəli. Amma ki, bunu unutmamalısınız ki, siz bu biznesdən pul qazanmaq üçün də bir pul xərcləmisiniz axı. Reklam vermisiniz, məhsul almısınız, ondan sonra işıq gedib, qaz gedib, məsələn də indi ərzaq işi ilə məşğul olanlar internet gedib, çatdırılma eləmisiniz, qablaşdırılmanı həyata keçirmisiniz. Yəni bir summa qoymusunuz. Bu summanın yerini doldurmalısınız. Yəni məsələn 50 manatlıq bir məhsul satışına sizin 20 manat xərciniz çıxıb. Siz o qazandığınız puldan 50 manat görməməlisiniz. Sizin qazancınız orada 30 manatdır. O 50 manatın 20-si sizin biznesinizə qalır. Və bunu nəzərə almalısınız ki, əgər belə eləməsəniz, sizin şəxsi və biznes xərcləriniz bir-birinə qarışacaq və heç nə edə bilməyəcəksiniz. İkinci nüansda maya dəyəri və marja var. Maya dəyəri və marjada məhsulu neçəyə satmalıyam sualının cavabıdır. Məsələn, bir dənə çantanın bazarda qiyməti 10 manatdırsa, siz də o məhsulu 10 manata satacaqsınız deyə bir qanun ya da vacibiyyət yoxdur. Çünki 10 manat olan məhsul, bazarda 10 manat olan məhsulun siz bilə bilməzsiniz ki, başqa adama 10 manat qoyub o 10 manatda nə gözləyir. Ola bilər ki, məhsulundan 30% dəyər gözləyir, 30% qazanc gözləyir, 20% qazanc gözləyir, 10% qazanc gözləyir. Sizin əsas qiymət qoymaq üçün özünüz bilməlisiniz ki, mənə nə qədər qazanc qalır. Mən nə qədər qazancı istəyirəm. O zaman siz o qazancı müəyyən eləyəndə artıq qiyməti bilmiş olacaqsınız. Və məhsulun dəyərini öyrənmək üçün, yəni maliyyəni izləmək üçün, bu maliyyəni izləmək üçün yox. Məhsulun dəyərini, daha doğrusu öz işinizin dəyərini öyrənmək üçün bir düstur var. Xam mal, üstəgəl sizin enerjiniz, vaxtınız, qablaşdırılma, çatdırılma və maya dəyəri. Burada nə olur? Sizin qablaşdırılma, xam mal, çatdırılma bunları müəyyən edə bilirsiniz. Yəni bu standart olur da, bütün bizneslərdə 5 aşağı, 2 yuxarı qiymətlər standart olur. Amma əsas məsələ özünüzə qoyduğunuz, öz enerjinizə, öz vaxtınıza qoyduğunuz dəyərdir. Siz ola bilər ki, öz enerjinizə 1 manat da qoya bilərsiniz. Elə ola bilər ki, 50 manat da qoya bilərsiniz. Yəni sizi o iş nə qədər yorur, sizi nə qədər İnsanlardan uzaqlaşdırır, şəxsi həyatınıza, sosial həyatınıza təsir eləyir. Nələri gözə alırsınız bu biznes üçün ki, orada artıq siz qiymət qoymalısınız. O gözə aldıqlarınızın bir qiyməti olmalıdır. Üçüncü olaraq, daha doğrusu dördüncü olaraq maliyyəni izləmək üçün sadə cədvəliniz olmalıdır. Yəni sadə bir sxeminiz olmalıdır ki, siz biləsiniz ki, sizin ümumi gəliriniz, biznes xərcləriniz, şəxsi çıxarlarınız nədən ibarətdir? Siz ümumi gəliri belə müəyyən edə bilərsiniz ki, təmiz mənfəət formulu, yəni sizin əlinizdə olan mənfəət formulu. Ümumi gəlirdən çıxırsınız, biznes xərcləri ilə şəxsi çıxarışların cəmini.
Bundan siz eləmək üçün bütün işləri yadınızda saxlaya, bütün xərcləri yadınızda saxlaya bilməzsiniz. Hara nə qədər xərclədiniz, nə qədər qazanc qaldı, nə qədər ödəniş elədiniz. Bunun üçün bir cədvəl qurursunuz. Buna Excel-də eləyə bilərsiniz. Liboy Excel cədvəli bu işi eləyir. Yəni vacib deyil ki, çətin bir mühasib cədvəli biləsiniz. Ya da ki, heç cədvəl qurmaq istəmirsiniz. Dəftər alın. Dəftərdə bütün qeydlərinizi, işinizlə bağlı hamısını eləyin. Nə qədər xam malınıza pul çıxır, çatdırılmavıza, qablaşdırılmavıza, reklamınıza, ondan sonra öz vaxtınıza, yəni o bayaq dediyimi müəyyən elədiyiniz enerji. Ora nə qədər gedir, onu müəyyən eləmək üçün ilk olaraq bu cədvəli müəyyən eləməlisiniz. Qiymət strategiyası. Qiymət qoyma strategiyası qiyməti, bax burada çox gözəl qeyd eləmişəm. Qiyməti bazar deyil, dəyər müəyyən eləyir. Bu necədir? Məsələn, ola bilər ki, siz də çanta satırsınız, bir başqası da əl işi edən şəxs. O insana üçün əsas odur ki, gündə 10 dənə satışı olsun, amma keyfiyyətsiz olsun. Yəni o 10 dənə müştəri getdi, bundan aldı, bir də buna qayıtmasın. Bir də bundan məhsul almasın. Çünki məhsulu bunun keyfiyyətsizdir axı. Amma siz həmin o məhsulunuza, həmin o əl işinizə dəyər verirsiniz. Keyfiyyətli xam mallardan istifadə edirsiniz. Və müştəri sizdən bir dəfə alanda, ikinci dəfə qardaşına, bacısına, anasına gəlib sizdən alır ya da məsləhət eləyir. Bu zaman artıq işinə dəyər qatmaq deməkdir. Yəni siz sadəcə qazanc yox, dəyər də əldə eləmiş olursunuz. Və buna görə təbii ki, bazarda bir əl işi olan məhsul 10 manatdırsa, biri təbii ki 50 manat olacaq. Mən ümumi dediyimdə necə qiymətləri bilmirəm. Bizim məhsulumuz insanlara nə qədər xeyir verir. Bütün təlimin əvvəldən axırına qədər nə deyirdim? Fayda vermək. Çalışmalıyıq ki, insanlara biz fayda verək ki, fayda da əldə eləmiş olaq. İkinci məsələ. İkinci məsələ. Bir dəqiqə. Deməli, ikinci hissədə böyümə və miqyası artırma, dar boğazları müəyyən edin. Biz dar boğazlar haqqında, dar boğazları daha detallı analizini təlimdə SWOT analizində qeyd eləmişdik. SWOT analizində biz öz üstünlüklərimizi, zəif tərəflərimizi, imkanlarımızı hamısını qeyd eləmişdik. Bizdə zəif tərəflər bizim deməli olurdu dar boğazlarımız. Bu dar boğazlarımızı müəyyən eləyəndə bizim harda problem yaşadığımızı, çətinlik çəkdiyimizi biz orada müəyyən eləyə bilirdik. Və bu dar boğazları müəyyən eləmək bizi büdrədiyimiz yerin daha tez həll eləməyimizə dəstək olur, kömək göstərir. İkinci hissədə ilk köməkçinizi seçmək. Bu ilk köməkçinizi seçmək, daha doğrusu bir dənə dar boğaz haqqında bunu qeyd eləyim. Dar boğazda bir strategiya var ki, işlərinizi siyahıya alın və həmin o elədiyiniz proses var, reklam, səhifənin idarə olunması, müştəri ilə danışmaq, çatdırmaq, qablaşdırmaq, hansı hissədə və ya hazırlamaq ola bilər ki, sizin ideyanız var, amma bir başqası sizin ideyanızı daha yaxşı ortaya çıxarda bilər. İdeya sizdən ola bilər, amma prosesi daha yaxşı kimsə edə bilər. Onda həmin işi o insana yönləndirmə lazımdır. Çünki siz 1 manatlıq işi görməyə davam etsəniz, heç vaxt 100 manatlıq deməli strateji qərarlar verə bilməyəcəksiniz. Yəni bu o deməkdir ki, sizin işinizin, sizin elədiyiniz işi, o prosesi sizdən daha yaxşı edən bir insana güvənməsəz, itirəcəyiniz nə qədər qazanclar olacaq, pullar olacaq. Deməli, davam edək. İlk köməkçinizi seçmək. Burada danışdığım işləri bölüşmək, biznesinizin nəfəs almasıdır. İşləri bölüşmək həm biznesinizin, həm də özünüzün nəfəs almağınızdır. Çünki bunu unutmayın ki, biz yaşayırıq işləmək üçün, yox. Biz işləyirik yaşamaq üçün ki, qazanc
əldə eləyək, öz imkanlarımızla öz istəklərimizi həyata keçirək və bunun sayəsində arzularımızı həyata keçirək. Yəni bizim işlərimiz, biznesimiz, bu proseslərin hamısı bizə xidmət eləməlidir. Və bizə xidmət edən bir şey bizim həyatımızda, bizim şəxsi həyatımızı, nə bilim, maraqlarımızdan uzaqlaşdırmasına şərait yaradırılsa, həyatdan zövq almağımız üçün olan imkanları əlimizdən alırsa, deməli burada nəsə bir problem var. Bunun üçün biz öz elədiyimiz 5 dənə, 6 dənə, neçə dənə işi bölüşməliyik. Niyə bölüşməliyik? Mən sizə təcrübəmdən danışıram. Mənim özüm kiçik tort biznesim var, səhifəm var və o biznesin bütün idarəsini, çatdırılmasını, qablaşdırılmasını, ona reklamın verilməsini, müştərilərlə əlaqəsini hamısını özüm eləyirdim və hamısını özüm elədiyim üçün özümə bir dəqiqə vaxtım olmurdu. Bir dənə bişirilmə mərhələsi məndə deyildi. Məhsulların alınması və bişirilməsi mərhələsi məndə deyildi. Ailəmizin digər üzvü həyata keçirirdi. Mən onun reklamı, satışı, müştəri əlaqələri, çatdırılması, qablaşdırılması hamısı ilə mən məşğul olurdum. Və mən məşğul olduğum üçün, yəni işin belə deyək də 50-50-yə olan hissələr var ki, mənə 50 yox 70-80 olurdu və mən bununla yanaşı bir şirkətdə də saat 10-dan saat 6-ya qədər də işləyən bir insanam. Yəni düşünə bilərsiniz ki, hədəsində evdə otursan da nə var bunları eləməyə? Yox. Bununla yanaşı saat 10-dan saat 6-ya kimi işlər görürdüm və bununla da bir yerdə öz səhifəmi inkişaf elətdirmək üçün təlimlərə qoşulurdu. Amma bir yerdən sonra gördüm ki, yox da, yəni mən pul itirməyim deyə elədiyim hərəkət mənim pul itirməyimə səbəb olur. Niyə? Məsələn, ilk başlarda reklamı öyrənmədən özüm verdim və o mənim pulumu itirməyimə səbəb oldu və bunun sayəsində də itdi də o pul itir. Müştəri gəlmədi, reklamı necə verdiyimi bilmədim və gördüm ki, yox da mən yanlış eləyirəm. Ondan sonra reklamı öyrənənə qədər səhifənin reklamını bir mütəxəssislə verdim. O mütəxəssislə həmçinin reklamı eləməyi öyrəndim. Eləyə bilərsiniz, bu problem deyil. Reklamı vermək siz öz biznesiniz üçün eləyə bilərsiniz. Bu o qədər də sizin vaxtınızı aparacaq çətin bir iş deyil. Satdırılma, qablaşdırılma, müştərilərlə ünsiyyətdən minimum daha az enerji gedir. Amma ki, burada məsələ o idi ki da, yəni mən inatla deyirdim ki, yox da, bir qəpik pulum getmədi, bir qəpik pulum getmədi, daha çox pulum getdi. Bunu elədim. Ondan sonra səhifənin bir müddət SMM-lik hissəsini bir başqa mütəxəssisə tapşırdım ki, kontent yaratsın, səhifəni böyütsün, səhifədə inkişaf getsin. Çünki çatdıra bilmirdim, eləyə bilmirdim. Ondan sonra mən təhsil aldım. Və bu deməkdir ki, mən öz öhdəliklərimi kimin sözlərinə yıxmadım ya da ki, mən artıq bir pul xərcləmədim və bunu deyim ki, o SMM-ə verdiyim ödəniş, reklamı öyrənməyə, reklamın edilməsinə verdiyim ödənişi mən qat-ba-qat geri aldım onsuz da. Yəni prosesi öyrənəndən sonra. Onun üçün sizə də məsləhətim odur ki, bütün işi, bütün öhdəlikləri öz üzərinizə götürməyin. Vacib də deyil, bütün o öhdəliyinizi götürmədiyiniz, başqalarına tapşırdığınız işi öyrənəsiniz. Sadəcə mənim marağım var idi SMM-lik sahəsində, mən öyrəndim. Təlim keçmək istəyirdim, o üzrə yönəldim, onun üçün öyrəndim. Siz də vacib deyilsiniz. O qədər şirkətlər var ki, mənim öz əlimdə neçə dənə kiçik biznes var ki, onların SMM-lik işlərini mən neçə aylardır görürəm və heç də etiraz eləmirlər. Yəni də məndən öyrənib də onu eləmək istəmirlər. Təklif etmişəm, amma demişəm ki, siz özünüz eləyə bilərsiniz. Deyir, yox da mən ona ayıracaq vaxtım yoxdur, siz eləyin. Cübürsün. Yəni eləyə bilərsiniz, bu problem deyil. Bunu dedim. Üçüncü olaraq daha sonra yeni bazarlar və miqyası artırmaq. Yeni bazarlar və miqyası artırmaq hissəsində şaxələnmə, yeni əməkdaşlıq və premium keçid hissələr var. Şaxələnmə bilirsiniz necə? Tort bişirirsinizsə, məsələn bizdə tortdur. Ya da çanta hazırlayırsınız, cildən qaba hazırlayırsınız, nədirsə. Yəni bir əmək varsa, master class eləyə bilərsiniz. Bu indi mən özü nəsə hazırlayan şirkətlər, daha doğrusu bizneslər üçün nümunə gətirdim. Amma ola bilər də başqa biznes üçün başqa alternativ variant ola bilər. Şaxələnmə hissəsində məsələn mən özümdən nümunə gətireyim. Mən öz biznesimi qurdum, öyrəndim
öz biznesimi inkişaf elətdirdim və dedim ki, hə, mənim kimi neçə dənə təlim alıb, amma nəticə əldə eləyə bilməmiş insanlar var. Mən çalışım, bir təlim həyata keçirim. Ən azından insanlar iş addımlarını necə ata bilərlər, bizneslərini necə idarə edə bilərlər, o kimi prosesləri öyrədim və işlərini daha rahat eləsinlər. Bu artıq mən nə oldum? Öz kiçik biznesimdən şaxələndim, təlimçiliyə yönəldim. İkinci olaraq yeni əməkdaşlıqlar. Yeni əməkdaşlıqlar sizdə belə deyim, yeni əməkdaşlıqların olması sizə həm pulsuz reklamların həyata keçirilməsinə kömək ola bilər. Pulsuz dediyim məhsul qarşılığında ola bilər ya da siz reklam vermiş ola bilərsiniz. Sizin səhifəniz böyüyər, sizə təkliflər gələr, öz məhsullarını sizin səhifənizdə reklam eləmək istəyənlər olar. Onu edə bilərsiniz. Yəni sosial media, SMM-lik sahələrini çox belə deyim də, kiçik hesab eləməyin. Həqiqətən insanlar bu dövrdə bu biznesdən çox böyük uğurlar qazanırlar, əldə eləyirlər və siz də bunu eləyə bilərsiniz. Və yeni əməkdaşlıqlar sayəsində həmçinin siz özünüz kimi biznes quran, məhz sizin elə öz sahənizdə olan insanlarla tanış ola bilərsiniz. Ya sizdən sonra biznes açmış, ya da neçə illərin təcrübəçisi olan insanlarla ünsiyyət olacaqsınız, əlaqə saxlayacaqsınız və onlar sizə tövsiyələr verəcək. Və inanın ki, hərəsindən bir şey öyrənəcəksiniz. Bu mümkün deyil ki, öyrənməyəsiniz. Ya yaxşı, ya mənfi. Yəni təcrübə olacaq sizdə. Premium keçid. Premium keçiddə belə deyim, məsələn, siz hal-hazırda 10 dənə iş görürsünüzsə, premium keçid vasitəsilə 10 dənə işi 3-ə indirirsiniz və 10 dənəsindən daha çox qazanc əldə edirsiniz. Necə? Daha az müştəri ilə daha çox qazanc gətirir. VIP müştərilər müəyyən edirsiniz. Bu mənim öz işlədiyim əmlak şirkətində elədir ki, məsələn biz premium müştərilərlə işləyirik. Premium müştərilər necə? Ağşəhər, Port Baku, Sibiriz ərazisi üzrə ev almaq istəyən müştərilərlə. Eynən bizim vaxtımız 3 dənəsinə də 1 ay gedir, məsələn, bir dənəsinə. Amma biz 3 dənə ümumi Bakının digər ərazilərindən əldə elədiyimiz müştərilərin bizə verdiyi qazancla premium bir dənəsindən elədiyimiz qazanc qat-qat çox olur. Və bu belə olur ki, VIP müştəridən biz daha çox qazanc eləmək. Siz də eləyə bilərsiniz. Məsələn, mən ola bilər indi aranızda tort işi ilə məşğul olmaq ya da ki, desert, şirniyyat işi ilə məşğul olmaq istəyən insanlar var. Məsələn, catering şirkətləri ilə onlara əməkdaşlıq təklif eləyib, onlarla əməkdaşlıq eləyə bilərsiniz. Onların işlərini görərsiniz. 3 dənə catering şirkəti olar. Həftə ərzində 2-2 bölüşdürüb hərəsi ilə məşğul olsanız, onlara oradan əldə elədiyiniz qazanc da daha çox olacaq. Həmçinin vaxtınız daha az gedəcək, daha özünüzə vaxt sərf eləyə biləcəksiniz. Həyatınızın bütün mərkəzi işiniz olmayacaq. Hə, iş olacaq, biznesiniz olacaq, amma özünüzün o qazandığınız pulu da istədiyiniz aktivitelər deyirlər də, maraqlarınıza uyğun xərcləyə biləcəksiniz. Və bunun üçün VIP müştərilər önəmlidir. Deməli, bunu dedim. Uzun müddətli videonda bunu nəzərə alın ki, bu mən 6 aylıq yol xəritəsi qeyd eləmişəm. Bunu 3 ay, 1 ay, bir həftə yox da, minimum 1 ay. 1 ay qeyd eləyirsiniz və hardasınız, harda olmaq istəyirsiniz. A və B nöqtəsi. A nöqtəsi harda olduğunuz, B nöqtəsi harda olmaq istədiyiniz yer. Orada onu müəyyən edirsiniz. Burada çalışın yox, mütləq eləməli olduğunuz real nəticələr real xəyallar qeyd eləməlisiniz. Məsələn, tutaq ki, siz yeni bir biznes qurmusunuz, yeni səhifə açmısınız, satışlarınız hələ demək olar yoxdur. Siz deyə bilməlisiniz ki, mən 3 ay ərzində və ya 1 ay ərzində satışlarım sayəsində gedib ofis satacağam. Baxın, satışlarım sahəsində dedim, Ola bilər ki, siz gedib ofis aça bilərsiniz, özünüzün əlavə pulunuz var, ondan açırsınız. Amma o biznesdən əldə elədiyiniz gəlirlə 1 ay ərzində gedib ofis açmaq, bir yer açmaq, mağaza açmaq qeyri-mümkündür. Bunun əvəzinə deyə bilərsiniz ki, mən tutaq ki, indi qazanıram 150 manat 1 aya. 3 aydan sonra, 5 aydan, 6 aydan sonra mənim aylıq gəlirim 300-dən çox olacaq, 400 olacaq, 500 olacaq. Bu real nəticədir. Yəni ola bilər. Sizin
satdığımız məhsul bəyənilə bilər və çox adam tərəfindən sifariş oluna bilər. Yəni bu sizin real nəticədə olmalıdır. Real niyə eləməlisiniz? Çünki zaten kiçik bizneslərin problemi həvəsin gedəndən sonra o biznesin batmasıdır. Real nəticələr də qoymasanız, real düşüncələr də müəyyən eləməsəniz, o zaman sizin biznesiniz gedəcək. Çünki gələcəksən ki, ayda yox da mən istəyirdim ofis açmaq, nə bilim istəyirdim nə isə əldə eləməkdə. Məsələn, komandam olsun istəyirdim. Aylıq gəlirim tutaq ki 2000 istəyirdim. Mənim aylıq gəlirim gəldi 500. Düşünmürsən ki, sən əslində 1 ay bundan əvvəl ya da 6 ay bundan əvvəl 150 manat pul qazanırdın. 150 manat ümumi sənin qazancın oldu, amma sən 500 alırsan. Bir də bunu deyim ki, hədəfinizi minimumda eləyin. Yəni orta yerdə, məsələn, tutaq ki, sizin gəlir qazanma potensialınız 300-dürsə, bu biznesdən 1 ay ərzində, onu 400 eləyin. Siz 400-dən 300 qazananda sizə pis təsir eləməyəcək. Çünki siz zaten 300-lük qazana biləcəyiniz qədər xərcləmişsiniz ki, sizə o pis təsir eləməyəcək. Amma 300-lük gedib 1000 manat qoyanda deyirlər ki, yox da burada bir problem var axı. Mən necə ola bilər ki, 300 əlimdə pul qalacaq, mən 300 manat qazanacağam. Durub 1000 manat gözləntiyə girmişəm. Yəni o real nəticə deyil. Ona görə də çalışın ki, nəticələrinizdə, istəklərinizdə rasional olun. Xəyal da qurun təbii ki, amma o xəyalları real qoyun. Və sizə tapşırığım odur ki, son tapşırığımdır, təlimin yekunlaşı. Mənim biznesim 6 ay sonra adlı bir vizyon xəritəsi çəkin. Orada hədəflərinizi, işə götürmək istədiyiniz ilk adamı və ya genişləndirmək istədiyiniz istiqaməti yazın. Və ən əsası da özünüzə bir söz verin ki, növbəti 6 ayda biznesi idarə etmək üçün özünüzə daha çox vaxt ayıracaqsınız. Niyə özünüzə daha çox vaxt ayıracaqsınız? Çünki özünüzə qoyduğunuz sərmayə həyatınızın hər nöqtəsində sizə 1000 qat qayıdacaq. Və çalışın ki, buna diqqət eləyin. Yəni düşünə bilərsiniz ki, yox da, nə əlaqə, mən bu boyda xərcimi həyata keçirəcəm. Yəni bu boyda pulu özümə istifadə edəcəm. Yəni özünüzə qoyduğunuz qazanc özünüzə 1000 qat qayıdır. Ən əsas məsələ özünüzə dəyər verməkdir. Təlim bitdi. İndi hal-hazırda sizin suallarınızı alın. Bir sualınız varsa, mən onun haqqında məlumat alım, sizə məlumat verim. Deməli, belə. Sualınız varmı? Varmısa? Reklamla bağlı belə deyim. Mən reklam, bu kiçik bizneslərin öz bizneslərini böyütmək mövzusudur. Burada sizin ilk başda reklam verməyiniz düzgün deyil. Yəni sizin səhifəniz tam formalaşmayıbdır. Instagram hələ sizin səhifənizi tanımırsa, orada reklam verməyiniz çox yersizdir. Çünki summavız gedəcək də, boş-boşuna summavız gedəcək. Səhifəniz biraz böyüsün, paylaşımlarınız olsun, ondan sonra reklam verin ki, daha real nəticələr əldə edə bilərsiniz. Həm də müştəri sizin səhifənizə girəndə görsün ki, bu insan realdır, məni aldatmır, məndən yanlış hərəkət eləmir. Aha, belə. Başqa sualınız varmı? Əgər yoxdursa təlimimizi yekunlaşdırıram. Ümid edirəm ki, təlimi bəyənmişsinizdir, faydalı olmuşdur. Mən sizlə tanış olduğuma görə çox